Salam, tərbiyəçi müəllimlərə metodik dəstək məqsədi ilə təşkil edilmiş növbəti vebinarımızda xoş gördük hər birinizi. Mən bugün sizinlə Rəhimli Nurani, Göyərçin Körpələr Evi Uşaq Bağçasının tərbiyəçi müəllimi və həmin müəssisənin müdiri Qəhrəmanova Aygün xanımla birlikdə təqdimat edəcəyik. Xoş gördük sizi Aygün xanım. Çox sağ olun təqdimat üçün Nurani müəllimə. Salamlayıram hər birinizi. Hamınıza uğurlar arzulayıram. Bugünkü təqdimatımız fiziki inkişaf mövzusuna həsr olunub. Bu inkişaf sahəsi bir neçə əsas istiqaməti əhatə edir. Mövzuya keçid etməzdən öncə əsas istiqamətləri diqqətinizə çatdırmaq istərdim. Bugünkü mövzunun əsas istiqamətləri kiçik motor, böyük motor, sensomotor bacarıqlar. Bu bacarıqların gündəlik fəaliyyətə tətbiq etməkdə bizim köməyimizə çatan fiziki mədəniyyət məşğələsi və onun hissələri, bu prosesdə qarşıya çıxan çətinliklər və onun aradan qaldırılması yollarıdır. Bugünkü mövzunu Nurani müəllimə ilə birlikdə həm nəzəri, həm praktik aspektdən sizlərə çatdırmağa çalışacağıq. Ümid edirəm hər biriniz üçün maraqlı və faydalı webinar keçəcək. Təşəkkür edirəm Aygün xanım. Qeyd etdiyiniz istiqamətlər uşaqların sağlam və balanslı inkişafı baxımından olduqca əhəmiyyətlidir və gəlin ilk olaraq fiziki inkişaf anlayışına nəzər salaq. Məktəbəqədər təhsil proqramı, yəni kurikulum sənədinə əsasən, bu sahənin məqsədi uşaqların fiziki inkişafını, onların hərəkət bacarıqlarına, sağlam həyat tərzinə yiyələnmələrini təmin etməkdir. Biz məktəbəqədər təhsil müəllimləri olaraq uşaqların fiziki inkişaf səviyyələrini diqqətlə izləməliyik və hər bir uşağın bacarıqlarını gücləndirməyə və yeni bacarıqlar əldə etməyə köklənən fəaliyyət növləri planlaşdırmalıyıq. Bildiyimiz kimi, hər bir uşaq həm də fiziki cəhətdən fərdi sürətlə inkişaf edir. Bu dövrdə düzgün təşkil edilmiş fiziki inkişaf uşaqda yaxşı bədən quruluşunun formalaşmasına, orqanizminin möhkəmlənməsinə, daxili orqanların fəaliyyətinin yaxşılaşmasına imkan yaradır. Çox sağ olun Aygün xanım. Çox aydın və əhatəli izah etdiniz. Uşaqların inkişafında kiçik motor bacarıqlarının rolu həqiqətən də danılmazdır və mən də bir tərbiyəçi müəllim olaraq öz təcrübəmdən kiçik bir nümunəni paylaşmaq istəyərdim. Bir oyun keçirmişdim, maşa ilə düymə daşıma oyunu. Uşaqlar maşa ilə, plastik maşa ilə balaca düymələri bir qabdan digərinə doğru daşıyırdılar və bununla da həm onların əzələləri inkişaf edir, barmaq əzələləri inkişaf etdirdilər. Həm diqqətlərini, həm göz koordinasiyası və bədənin persepsiya, yəni hiss və idarə etməsi, qavraması, hətta oturaqlıq, səbir kimi bacarıqlarını da inkişaf etdirdilər və bu cür fəaliyyətlər uşaqlar üçün həm əyləncəli, həm də öyrədici olur. Eyni zamanda onların marağını artırır və diqqət müddətini də uzadır. Aygün xanım, indi isə uşaqları daha da sərbəst və çevik edən böyük motor bacarıqları ilə bağlı nələrə diqqət etməliyik, bu barədə danışardınız. Təşəkkür edirəm Nurani müəllimə. Öncə kiçik motor bacarıqları mövzusuna toxunmaq istəyirdim. Sonra sizin verdiyiniz suala uyğun olaraq böyük motor bacarıqlarına da toxunacağam. Xahiş edirəm, kiçik motor bacarıqları ilə bağlı slaydı təqdim edək. Bacarıqlar dedikdə sensomotor, böyük və kiçik bacarıqlar nəzərdə tutulur ki, bu bacarıqlar ayrı-ayrılıqda yox, bir-biri ilə qarşılıqlı əlaqəli şəkildə inkişaf etdirilməlidir. Yəni, geniş mənada desək, kiçik motor bacarığı uşağın əl və ayaq barmaqları, biləkləri ilə etdiyi dəqiq, incə, yəni detallı hərəkətlər nəzərdə tutulur. Məktəbəqədər təhsildə isə əsasən kiçik motor bacarıqları yazı ilə assosiasiya olunduğundan yazının yalnız əlin incə əməliyyatlar etməsi haqqındadır. Adından göründüyü kimi bu bacarıqlar bədənimizdəki kiçik əzələ qruplarının
Xüsusilə də əlin və barmaqların göz koordinasiyası ilə birlikdə işləməsi ilə əlaqəlidir. Təsəvvür edək ki, bir uşaq düymə bağlayır və yaxud da ki, rəsm çəkir, müəyyən qaşıqla yemək yeyir. Bütün bu bacarıqları olmadan uşaq gündəlik fəaliyyətində müstəqil ola bilməz. Niyə bu qədər vacibdir? Çünki bu bacarıqlar uşaqların gündəlik həyatında müstəqil olması, məktəbə hazır olması, özünü ifadə etməsi üçün əsas şərtdir. Ümumiyyətlə bildiyimiz kimi, uşaq doğulduğu andan etibarən o özünü kiçik motor bacarıqları tədricən inkişaf edir. Əvvəlcə ilk doğulduğu anda əlinə oyuncağı əli ilə toxunur, hər hansı bir əşyaya əli ilə toxunur, sonra əşyanı bir əlindən digər əlinə keçirir, daha sonra o əşyanı ağzına aparır, onu öz aləmində kəşf etməyə çalışır. Biraz böyüdükcə daha böyük oyuncaqlar əlinə alır, qaşıqla sərbəst yeməyə başlayır, müəyyən cızma qaralar edir, qayçı ilə kəsməyi öyrənir, şəkillər rəngləyir, düymə bağlayır. Bu zaman belə bir sual yarana bilər ki, nə üçün biz bu bacarığı izləməliyik? Sadaladığımız fəaliyyətləri uşaq həyata keçirməkdə müəyyən çətinlik çəkirsə, bu onun kiçik motor bacarığında müəyyən bir zəiflik ola biləcəyinin göstəricisidir. Və bu zaman ona dəstək olunan uyğun məşqlər, oyunları onun bacarıqlarını gücləndirməliyik. Məsələn, uşaq plastini yoğuran zaman əlləri güclənir, muncuq düzən zaman çevikliyi artır, mozaika, puzzle quran zaman əllə beyin arasındakı əlaqə güclənir. Beləliklə, ümumiləşdirərək deyə bilərik ki, kiçik motor bacarıqları uşağın həm əl bacarıqlarını, həm yaddaşını və diqqətini, həm məktəbə hazırlığına, həm də gündəlik həyat vərdişlərinə birbaşa təsir etmiş olur. Təşəkkür edirəm Aygün xanım. Mən bayaq kiçik motor bacarıqları ilə bağlı kiçik bir təcrübəmi də qeyd etmişdim və siz də çox əhatəli şəkildə kiçik motor bacarıqlarının əhəmiyyəti barədə danışdınız. İstəyirəm ki, böyük motor bacarıqlarını da keçid edək. Bunun inkişafı üçün biz uşaqlarda nələrə diqqət etməliyik? Buyurun. Təşəkkür edirəm Nurani müəllimə. Bizimlə paylaşdığınız maşa ilə düymə daşıma oyunu kiçik motor bacarıqlarının inkişafı üçün həm yaradıcı, həm də praktik yanaşma idi. Təşəkkür edirəm bunun üçün. Böyük motor bacarıqları dedikdə isə uşağın bədəninin böyük əzələləri, yəni ayaqları, qolları, kürəyi, gövdəsi ilə etdiyi geniş, ritmik hərəkətlərdir. Bu bacarıqlar uşaqların hərəkət azadlığının, fiziki müstəqilliyinin təməlidir. Ümumiyyətlə, uşaq bilirik ki, böyüdükcə qaçmalı, hoppanmalı, sürünməli, tarazlığını qorumalı, nərdivan çıxmalı, qrup otağında uşaqlarla birlikdə hərəkət etməli, oyuncaqlarla sərbəst oynamalıdır. Əgər bu bacarıqlar inkişaf etməsə, bədənin persepsiyası zəif olar. Yəni, o bütövlükdə bədənini hiss etmədən idarə edər, qavramaz etdiyi hərəkətləri, tez-tez zədələnər, uşaq tez yorular, özünü ifadə edə bilməz, digər yoldaşları ilə ayaqlaşmaqda çətinlik çəkər, hətta gələcəkdə məktəbə gedən dövrdə belə dərsdə oturanda müəyyən problemlər yaşaya bilər. Bəs, burada bizim əsas məqsədimiz nədir? Böyük motor bacarıqlarını inkişaf etdirməklə biz uşağın bədəninə nəzarət eləməyi, bədənini hiss etməyi, tarazlıq qabiliyyətini, dayanıqlı olmağı, çevikliyini, məkan orientasiyasına, yəni məkan orientasiyası dedikdə sağ, sol, qabaq, arxa anlayışları və bu hərəkətə olan özünə inamını gücləndiririk. Bədənin persepsiyası inkişaf etməzsə, biz həmçinin bu qeyd etdiyimiz istiqamətləri, yəni sağ-sol anlayışlarını uşaqlara öyrətməkdə müəyyən çətinlik çəkə bilərik. Bu bacarıqlar eyni zamanda zehni inkişafı da dəstəkləyir. Çünki hərəkət edən uşaq beynini də işlədərək qərar verir, müəyyən plan qurur və həmin o plana uyğun olaraq bədənini hərəkət elətdirir. Sadə dillə desək,
Uşaq həm qaçanda, həm tullananda, həm atılanda, tələkan çıxdıqda əslində eyni zamanda həm də bədəni ilə düşünməyi də öyrənir. Əl ayağını necə idarə edəcəyini, nə vaxt dayanacağını, nə vaxt hərəkətə keçəcəyini öyrənir. Bu vaxtda özünü tənzimləməni, müstəqil olmağın, məktəbə hazır olmanın vacib məqamlarıdır. Çox sağ olun, Aygün xanım. Mən də sizin fikirlərinizə bağlı öz qeydlərimi bildirmək istəyirəm. Çünki öz təcrübəmdə müşahidə etdiklərim bu dediklərinizi düşünürəm ki, bir növ tamamlayar. Və mən təcrübəmdə məşğələm zamanı bir oyun hazırlamışdım. Uşaqlar üçün halqalardan, linklərdən kiçik əngəlli maneəli zolaq hazırlamışdım. Və burada məqsəd bu zolağı keçərək müəyyən bir hədəfə çatmaları idi. Onlar tullanırdı, yeriyirdi, tarazlıqlarını saxlayırdılar və bəzən yıxılırdılar. Amma sonra yenidən davam edirdilər. Və bütün bunlar sadə görünsə də, əslində bununla uşaqlar həm əyləndilər, həm yarışdılar, həm də özləri də fərqinə varmadan tarazlıq, koordinasiya, çeviklik və diqqətlərini də inkişaf etdirmiş oldular. Və bütün bu dediklərimizi ümumiləşdirsək, belə qənaətə gəlirik ki, kiçik motor bacarıqları, əl və barmaq kimi əzələlərin, böyük motor bacarıqları isə bədən və ayaq kimi iri əzələlərin inkişafıdır. Bəs Aygün xanım, sensormotor bacarıqların uşaqların fiziki inkişafındakı rolu nədən ibarətdir? Sensormotor bacarıqlar o bacarıqlardır ki, uşaq bədəni ilə hiss edərək, yəni duyğu orqanları vasitəsilə ətraf mühit haqqında məlumat alır, qavrayaraq hərəkət etməyi öyrənir. Yəni uşaq bir əşyanı görür, onu tanıyır, sonra ona toxunur, onun ağırlığını hiss edir, ona uyğun hərəkət edir. Bu prosesdə həm beyni işləyir, həm bədəni hərəkətə gəlir. Məsələn, bir uşaq balaca bir topu götürəndə, o əvvəlcə topun forması, səsliyi, çəkisi haqqında müəyyən məlumat alır. Daha sonra beynində bu məlumatı emal edir. Sonra məlumata uyğun olaraq əlini, qolunu hərəkətə gətirir. Bu deməkdir ki, uşaq ətraf aləmi hiss edərək öyrənir. Bu hiss etmək isə sadəcə toxunmaq deyil, eyni zamanda görmək, eşitmək, hərəkət zamanı bədən tarazlığını saxlamaq, əşyaların yerini düzgün qiymətləndirmək də bura aiddir. Sensor motor bacarıqlar uşaqlarda analizatorlar vasitəsilə aldıqları məlumatı detallı emal etməyi, yəni əşyanı və ətrafı tanımağı öyrədir. Sensor motor bacarıqlar uşaqların əşyaları düzgün tutmağı, istifadə etməyi, bədənini düzgün idarə etməyi, məkanı və istiqaməti ayırd etməyi, tarazlıq koordinasiya qurmağı öyrənməsi üçün də əsasdır. Məsələn, bir nümunə demək istəyirəm. Uşaq fincanı əlinə alır və içindəki uşaq qaynar çay olan fincana toxunur və onun çox isti olduğunu və zədə ala biləcəyini hiss etdiyindən fincanı əlinə götürmür. Əgər fincan uşağın əlini yandırmışdırsa, o fincana toxunmaqdan qorxur. Bu bacarıqların inkişafı üçün həm bağçada, həm evdə uşaqlarda müxtəlif sensormotor fəaliyyətlər təqdim etməliyik. Məsələn, bu fəaliyyətlərə misal olaraq qum və su ilə oynamaq, yumuşaq sərt materiallara toxunmaq, balans taxtasında gəzmək, gözlə əl koordinasiyasını inkişaf etdirən oyunlar oynamaq uşaqlarda sensormotor fəaliyyətləri gücləndirən oyunlardır. Əgər uşaqlarda sensormotor bacarıqlar zəifdirsə, onlar tez-tez yıxıla bilirlər, yavaş hərəkət edirlər, əşyaları düzgün tutmaqda çətinlik çəkirlər. Bu zaman bu çətinlikləri, bu zəifliyi əvvəlcədən biz müşahidə etməliyik, bayaq qeyd etdiyim kimi izləməliyik və bu zəiflikləri aradan qaldırmaq üçün müəyyən oyunlar, müəyyən fəaliyyətlərə uşaqları cəlb etməliyik. Sonda bir daha vurğulamaq istəyirəm ki, sensormotor bacarıqlar uşağın həm fiziki, həm də zəka və qavrama bacarıqları ilə sıx bağlıdır. Uşaq bədəni ilə ətraf mühit haqqında məlumatı
məlumatı əldə edir və onu emal edir. Onu tanıyırsa bir o qədər də özünü daha rahat ifadə edə bilir və gündəlik həyatda daha müstəqil ola bilir. Çox sağ olun Aygün xanım. Belə qənaətə gəlirik ki, sensor, kiçik və böyük motor bacarıqları uşaqların ətraf mühitə uyğunlaşmasını təmin edən, toxunma və hiss etmə qabiliyyətindən başlayaraq hərəkət koordinasiyası, çeviklik, tarazlıq, əl və göz koordinasiyasına qədər bütün fiziki və hissi inkişafın funksiyaların birlikdə vəhdətidir və mən öz təcrübəmdə sensor-motor bacarığı inkişaf etdirmək üçün bir oyun keçirmişdim və bunu istəyərdim sizlərlə bölüşüm. Mən sensor qutular hazırlamışdım və hər birinin də içərisinə makaron, düyü, qum kimi fərqli toxunuşlu materiallar yerləşdirmişdim və bunların da hər birinin içində bir əşya gizlətmişdim və uşaqlar əlləri ilə o əşyanı tapmağa çalışırdılar və hətta bir uşaq əlini qutuya salıb əşyanı tapmaq istəyərkən dedi ki, müəllimə bu yumşaqdır, ayı kimidir. Yəni bununla uşaq həm toxundu, hiss etdi, onda təsəvvür yaranmağa başladı ki, bu nə ola bilər və həmçinin də danışaraq fikrini izah edib, onunla da nitqi inkişaf etmiş oldu. Yəni bu cür fəaliyyətlər uşağın toxunaraq öyrənmə, təsəvvür etmə və danışıq bacarıqlarını birlikdə inkişaf etdirir. Və sensor-motor bacarıqların inkişafı ilə bağlı keçirdiyim bir məşğuliyyət xüsusilə mənim üçün yadda qalan idi. Çünki mən burada valideynləri də dəvət etmişdim. Və onlarla birlikdə əl işi üzrə kiçik bir müsabiqə təşkil etmişdim. Uşaqlar valideynləri ilə birlikdə əl işləri hazırlayırlar, kiçik kompozisiyalar hazırlamağa başlamışdılar və valideynləri ilə işlədiklərinə görə uşaqlar daha çox motivasiya qazandılar, daha cəsarətli və sərbəst olmuşdular. Və həmçinin də valideynlərin prosesdə birbaşa iştirakı onların təhsilə olan marağını da artırdı və ailə ilə bağça arasındakı əməkdaşlığın daha da möhkəmlənməsinə bu düşünürəm ki, zəmin yaradır. Və Aygün xanım, biz hər bir bacarıqların əhəmiyyətindən ayrı-ayrılıqda danışdıq. Bəs bu bacarıqları gündəlik fəaliyyətimizdə necə tətbiq edə bilərik? Buyurun. Çox sağ olun Nuranə müəllimə. Çox maraqlı sualdır. Biz gördük ki, hər bir motor bacarığı, istər böyük, istər kiçik, istər sensor motor bacarıq uşaqların inkişafında mühüm rol oynayır. Bu bacarıqları gündəlik fəaliyyətdə tətbiq etmək üçün fiziki mədəniyyət məşğələsi ön plana çıxır. Bu məşğələlər uşaqların bacarıqlarını inkişaf etdirmək üçün əsas vasitədir. Fiziki mədəniyyət məşğələsi zamanı uşaqlar fərqində olmadan həm bədənləri möhkəmlənir, həm koordinasiyaları inkişaf edir, həm də sosial bacarıqlar qazanırlar. Bu məşğələlər təkcə əzələ və hərəkət üçün deyil, eyni zamanda qaydalara əməl etməyi, gözləməyi, komandada işləməyi kimi həyati bacarıqlar üçün də zəmin yaradır. Fiziki mədəniyyət məşğələsi vasitəsilə uşaqların fəaliyyətinə müəyyən mütəhərrik oyunlar, gimnastikada geniş yer verilir. Belə oyun hərəkətlər uşaqları möhkəmli, dözümlü, bir hərəkətdən digərinə sürətlə keçid etmək bacarığını da alışdırır. Uşaqlarda bu sadaladığımız bacarıqları inkişaf etdirmək üçün qeyd etdiyimiz fiziki mədəniyyət məşğələsi öncədən planlaşdırılmalıdır. Yəni, fiziki mədəniyyət məşğələsi bildiyimiz kimi zalda, yəni müəssisənin daxilində zalda və yaxud da həyətyanı sahəsində, yəni meydançada keçirilə bilər. Zal və meydança əvvəlcədən məşğələ prosesinə hazırlanmalıdır. Zalda keçiriləcəksə, əvvəlcədən səliqə ilə təmizlənməlidir, havası dəyişdirilməlidir, döşəmə nəməski ilə silinməlidir. Meydançada keçiriləcəksə, meydançalar süpürülüb sulanmalıdır. Eyni zamanda tərbiyəçi müəllim də məşğələ prosesinə əvvəlcədən hazırlıqlı olmalıdır. Belə ki, istifadə edəcəyi resursları əvvəlcədən əl altında elə hazırlamalıdır ki, məşğələ prosesində onlardan rahatlıqla istifadə edə bilsin. Eyni zamanda məşğələdə istifadə olunacaq hərəkətlərin də bir-birinə uyğun olmağına
diqqət yetirilməlidir. Belə ki, hərəkətlər ardıcıl olmalı, məşğələ bir-birinə uyğun olmalıdır. Bir də əsas məqamı qeyd edim ki, məşğələ prosesində məşğələnin hissələri arasındakı keçidə də diqqət yetirilməlidir. Yəni bu hissələr hansılardır ki, bu hissələr demək, giriş, əsas və yekun hissə olaraq 3 hissəyə ayrılır ki, ilk öncə giriş hissədən müəyyən qeydlər etmək istərdim. Giriş hissə məşğələnin başlanğıc mərhələsidir və burada çox vacib rol oynayır. Bu hissədə məqsəd uşaqlarda məşğələyə maraq oyatmaqdır. Onların əhval-ruhiyyəsini yüksəltməkdir. Diqqətlərini cəmləməkdir. Məşğələnin əsas hissəsinə onları fiziki və psixoloji olaraq hazırlamaqdır. Bu mərhələdə tərbiyəçi müəllim uşaqların hazır vəziyyətdə olub-olmadığını yoxlamaq üçün onların diqqətini toplamağa çalışır. Hərəkətlərə keçid üçün sadə hərəkətlər yerinə yetirdir. Girişdə yerinə yetirilən hərəkətlər çox vaxt tələb etmir. Lakin qamətin düzgün formalaşması üçün əsas şərtdir. Yəni girişdə edilən hərəkətlərə yerimə, qaçma, daha sonra pəncə və daban üzərində gəzmə, qrupun istiqamətini dəyişməklə gəzmək, ilanvari yeriş, cütlərlə gəzmək, bu kimi hərəkətlər giriş hissədə yerinə yetirilir. Bu hərəkətlər əslində sadə görünür, lakin uşaq üçün qayda-qanunu öyrənmək, diqqəti cəmləmək, kollektivdə hərəkət etmək üçün çox dəyərli hərəkətlərdir. Və mən burada Aygün xanım danışıqlarınıza əlavə olaraq vaxt bölgüsünü qeyd etmək istəyirəm. Məşğələnin hissələri arasındakı vaxt bölgüsü düşünürəm ki, burada çox vacibdir. Məlumdur ki, məşğələnin ümumi müddəti kiçik qrupda 10-15 dəqiqə davam edir və bu zamanın şərti olaraq 1-2 dəqiqəsini biz giriş hissəyə ayıra bilərik. Orta qrupda isə məşğələmizin ümumi müddəti 15-20 dəqiqə davam edir. Bunun isə 2-3 dəqiqəsini giriş hissəyə ayıra bilərik. Böyük qrupda 20-25 dəqiqəlik məşğələnin 3-4 dəqiqəsini giriş hissəyə ayıra bilərik. Məktəbə hazırlıq qrupunda isə 25-30 dəqiqəlik məşğələmiz davam edir və bunun da şərti olaraq 4-5 dəqiqəsini giriş hissəyə ayıra bilərik və bu vaxt bölgüsü qeyd etdiyim kimi şərtidir. Tərbiyəçi müəllim özü vaxtı istədiyi kimi tənzimləyə bilər öz məşğələsinin gedişatına uyğun olaraq. Və bu nisbət uşaqların yaş xüsusiyyətlərinə, diqqət və fiziki imkanlarına uyğun şəkildə müəyyənləşdirilir. Və sizin də bildirdiyiniz kimi giriş hissənin qısa, maraqlı olması məşğələnin axarını müəyyənləşdirir. Amma bəzən olur ki, bütün səylərə baxmayaraq bir uşaq məşğələyə qoşulmaq istəmir, sadəcə bir kənarda dayanır. Və mən də belə bir vəziyyətlə qarşılaşmışdım. Bu vaxt mən neynədim? Düşündüm ki, uşağı mən necə cəlb edə bilərəm və onun sevdiyi bir oyun var idi. Onu məşğələyə əlavə etdim. Sehirli heyvanlar oyunu idi. Uşağa söylədim ki, indi sən güclü bir aslan ol və bu halqanın içinə hoppan. Və bununla da uşaq dərhal məşğələyə qoşula bildi. Onun bununla diqqətini cəlb etmiş oldum. Və belə nümunələr də göstərir ki, uşaqların marağına toxunan, onların dünyasına uyğunlaşdırılan yanaşma məşğələnin həm keyfiyyətini artırır və hər bir uşağın da diqqətini cəlb etmiş olur. Və giriş hissədən danışdıq. Qeyd etdik ki, bu hissədə məqsəd uşaqların məşğələ prosesinə cəlb etmək, yüngül hərəkətlərlə bədən isinməsini həyata keçirməklə əsas hissəyə keçid etməkdir. Bəs Aygün xanım, məşğələnin əsas hissəsində bu məsələlər necə tənzimlənir? Sualınıza cavab verməzdən öncə səsləndirdiyiniz fikirlərə münasibət bildirmək istərdim. Qeyd etdiyiniz vaxt bölgüsü həqiqətən də məşğələ prosesinin düzgün tənzimlənməsində çox əhəmiyyətlidir və tərbiyəçi müəllimə məşğələnin hissələri arasında keçid etməkdə kömək olur. Və təbii ki, bu qeyd etdiyimiz məşğələ hissələri arasındakı vaxt bölgüsü də nisbi xarakter daşıyır, yəni şərtidir. İndi isə sualınıza keçid etmək istəyirəm. Əsas hissə məşğələnin əsas nüvəsidir.
Yəni uşaqlar fiziki inkişafı uşaqlarda burada formalaşır. Əsas hissədə qarşıya qoyulan başlıca vəzifə uşaqlar uşaqlara fiziki hərəkətləri öyrətməkdir və bu hərəkətləri oyunla birləşdirərək onlarda müəyyən bir maraq yaratmaqdır. Əvvəlcə bu hissədə ümumi inkişaf etdirici hərəkətlər yerinə yetirilir ki, bu hərəkətlər də müəyyən mərhələli şəkildə aparılır. Öncə əl və çiyin qurşağı əzələləri, sonra gövdə əzələləri, daha sonra isə ayaq əzələləri üçün müəyyən hərəkətlər verilir. Bu hərəkətlər, yəni ümumi inkişaf etdirici hərəkətlər, kiçik və orta qruplarda bu hərəkətlərin sayı 3-5 ola bilər. Böyük məktəbə hazırlıq qruplarında 5-6 hərəkətdən ibarət ola bilər. Daha sonra isə biz əsas hərəkətlərə keçirik. Bu hərəkətlər uşaqların gündəlik həyatlarında ən çox istifadə etdikləri bacarıqlardır. Yəni yerimə, qaçma, tullanma, bəzən sürünmə, tarazlıq saxlama. Məsələn, nümunə olaraq belə bir nümunə göstərmək istəyirəm. Məsələn, uşaqlar bir məşğələdə həm ipin altından keçirlər, sonra isə elsiz taxtadan keçirlər. Bu uşaqdan həm cəsarət, həm diqqət, həm də koordinasiya tələb edir. Və nəhayət, əsas hissənin sonuna doğru uşaqlarda emosional, həm də fizioloji təsiri gücləndirən hərəkətli oyunlar keçirilir ki, bu da onlarda maraq yaradır. Bu oyunlar məşğələni daha da canlandırır və burada uşaqlar daha aktiv iştirak edirlər. Mən burada da Aygün xanım dediklərinizə əlavə olaraq vaxt bölgüsünü qeyd eləmək istəyirəm və bu hissənin müddəti də əsas hissədə də ayrılan vaxtda uşaqların yaş qruplarına görə dəyişir. Belə ki, kiçik qrupda əsas hissəyə 7-10 dəqiqə, orta qrupda 12-15 dəqiqə, böyük qrupda 17-20, məktəbə hazırlıq qrupunda isə 22-25 dəqiqə şərti olaraq davam edə bilər. Yəni, məşğələnin əsas hissəsi uşaqların həm fiziki sağlamlığının, həm də sosial-emosional inkişafının təməlidir. Və sizin də bildirdiyiniz kimi, əsas hissənin daha uzun olması, uşaqların fiziki hazırlıqlarını inkişaf etdirmək və hərəkətləri öyrətmək üçün kifayət qədər vaxt ayrılmasını təmin edir. Lakin bəzən əsas hissənin bu qədər uzun olması uşaqların diqqətinin dağılmasına da səbəb ola bilər və biz belə halda hərəkətləri müxtəlifliyinə və oyun elementlərinə yer verməliyik. Məsələn, qaçma və yerimə kimi sadə hərəkətləri əyləncəli oyunlarla birləşdirmək uşaqların həm marağını qoruyar, həm də məşğələdə daha fəal iştiraklarını təmin edər. Öz təcrübəmdən yenə bir nümunə vermək istəyirəm və bir məşğələ zamanı uşaqlara dairəvi qaçış etdirirdim və bu vaxt uşaqların bəzisi öz aralarında danışmağa başladı və yaxud oyundan kənara çıxırdılar. Mən oyuna kiçik bir dəyişiklik etdim. Kim ən sürətli və cəld qaçacaq deyə yarış elementi əlavə etdim və bununla da artıq onların diqqəti cəmləndi və hərəkəti icra etməyə başladılar. Və bundan əlavə də bu tapşırığı daha da maraqlı hala gətirmək üçün uşaqlardan müxtəlif heyvanların hərəkətini canlandırmalarını istədim. Dedim ki, indi dovşan kimi hoppanın, daha sonra isə indi isə tısbağa kimi yavaş yeriyin deyərək bu hərəkətləri daha şən və oyuna çevrilmiş formada təqdim etdim və bu cür yanaşma ilə də uşaqların həm iştirak səviyyəsi yüksəldi, həm məşğələ monotonlaşmasının qarşısına alındı və ən əsası da uşaqlar hərəkəti sevərək icra etməyə başladılar. Aygün xanım, giriş və əsas hissəsi ilə bağlı vacib məqamları qeyd etdik. Sonuncu, yekun hissədə bəs hərəkətlər necə tənzimlənir? Çox sağ olun, Nurani müəllimə. Bizimlə bu təcrübələrinizi bölüşdüyünüz çox xoş oldu. Davam edək. Əsas hissə başa çatandan sonra yekun hissə, məşğələnin sonuncu yekun hissəsinə keçilir. Bu hissənin əsas məqsədi məşğələ boyu uşaqların orqanizmində yaranmış gərginliyi aradan qaldırmaq, onların bədənini, zehnini tədricən sakitləşdirməkdir. Çünki bir məşğələ zamanı uşaqlar həm qaçırlar,
həm tullanırlar, müxtəlif tapşırıqlar yerinə yetirirlər. Bu da təbii olaraq onların ürək döyüntülərini sürətləndirir, tənəffüslərini artırır, emosional həyəcanlarını yüksəldir. Bu həyəcanlı vəziyyətdən uşağı bir anda çıxarmaq olmaz. Belə halda birbaşa onların orqanizmini sakit vəziyyətə gətirmək, əksinə onların psixoloji, fiziki tarazlığına zərər verə bilər. Ona görə də bu proses tədricən və mərhələli şəkildə aparılmalıdır. Yekun hissədə adətən sərbəst yeriş, nizamlı hərəkətlər yerinə yetirilir. Bəzən bu hissə az hərəkətli oyunlarla da əvəz oluna bilər. Bu cür oyunlar uşaqların həm rahatlanmasına, həm də məşğələdən xoş emosiyalarla ayrılmalarına kömək edir. Məsələn, deyə bilərik ki, sakit addımlarla gəz, gözlərini yum və qulaq as, külək əsir, başımız yellənir. Bu kimi bədii təsviri yönləndirmələrlə uşaqlar həm nəfəslərini tənzimləyirlər, həm də sakitləşmiş olurlar. Bu nümunələr göstərir ki, uşağın marağına toxunan, onun dünyasına uyğunlaşan yanaşma məşğələnin həm də keyfiyyətini artırmış olur və hər bir uşağın diqqətini cəlb edir. Nurani müəllimə, siz məşğələnin giriş, əsas hissələrinin vaxt bölgüsünün tənzimlənməsi ilə bağlı danışdınız. Yekun hissə ilə bağlı vaxt bölgüsü necə tənzimlənir? Bəli, Aygün xanım, təşəkkür edirəm. Yekun hissə kiçik yaş qruplarında 2-3 dəqiqə, orta qruplarda 3-4, böyük qrupda 4-5, məktəbə hazırlıq qruplarında isə 4-6 dəqiqə şərti olaraq davam edə bilər. Və bu zaman tərbiyəçi müəllim həmçinin uşaqlara məşğələdə göstərdiyi fəaliyyət üçün təşəkkür edə, onu motivasiya edə və növbəti məşğələyə həvəsləndirə bilər. Yekun hissə uşağın günün növbəti hissəsinə necə davam edəcəyini də müəyyənləşdirir. Yəni bu hissədə uşaq sakitləşirsə, növbəti fəaliyyəti daha rahat keçid edəcək. Amma düzgün bir keçid hissəni, yekun hissəni düzgün verməsək, bu zaman uşaqda gərginlik qalacaq və gün ərzində onun davranışına da təsir edəcək. Əslində bu hissə bir növ uşağın məşğələdən gülümsəyərək ayrılması üçün yaradılmış bir fürsətdir. Bizim məqsədimiz təkcə onların bədənini hərəkət etdirmək deyil, həm də onların əhvalını, enerjisini və günə olan baxışını da formalaşdırmaqdır. Fiziki mədəniyyət məşğələsinin hissələrindən danışarkən belə bir sual da yaranır, Aygün xanım. Fiziki inkişafın təmin olunmasında, məşğələnin düzgün formalaşdırılmasında uyğun iş formalarının tətbiqi necə tənzimlənir? İstəyərdim bu barədə danışasınız. Təşəkkür edirəm. Çox gözəl sualdır. Maraqlı məqama toxundunuz. Fiziki mədəniyyət məşğələsində kollektiv, fərdi, cütlərlə, qruplarla iş formaları tətbiq olunur və bu formaların seçimi məşğələnin məqsədindən asılıdır. Ötən webinarda həmkarlarımız iş formaları ilə bağlı ətraflı məlumat təqdim etdilər. Bu dəfə isə mən fiziki mədəniyyət məşğələsində həmin iş formalarının praktik tətbiqi barədə fikirlərimi sizinlə bölüşmək istəyirəm. İlk olaraq kollektiv işdən danışmaq istərdim. Kollektiv iş forması uşaqların birlikdə hərəkət etməsi, qaydalara əməl etməyi, komanda ruhu öyrənməsini təmin edən bir iş formasıdır. Uşaqlar eyni vaxtda eyni hərəkətləri edirlər. Məsələn, müəyyən ritmik hərəkətlər və ya komanda şəklində oyunlar oynayırlar, estafet oyunları, sadə yarışmalar keçirirlər. Bu zaman uşaqlar birlikdə məqsədə çatmağa çalışırlar. Oyun zamanı növbə gözləməyi, birgə qərar verməyi öyrənirlər. Hərəkətin icrası zamanı çətinlik çəkən yoldaşlarına kömək edirlər. Bütün bunlar uşaqlarda sosial bacarıqları, ünsiyyət qabiliyyətini, komanda işini, kollektiv məsuliyyət hissini formalaşdırır. Təşəkkür edirəm Aygün xanım. Həqiqətən də kollektiv iş uşaqların birlikdə hərəkət etməyi, sosiallaşmağı öyrənməsi baxımından çox önəmlidir. Amma bəzən elə olur ki, hər uşaq kollektiv işə dərhal qoşula bilmir və bu zaman fərdi yanaşmalar ön plana çıxır. İstərdim fərdi iş formasından da bəhs edəsiniz. Buyurun. Təşəkkür edirəm. Bəli, qeyd etdiyiniz kimi hər bir uşaq fərqlidir.
Bəzən müəyyən uşaqlar kollektiv hərəkətlərin icrasında müəyyən çətinliklər çəkə bilərlər. Fərdi iş forması belə hallarda çox təsirli olur. Fərdi iş dedikdə müəllimin bir uşaqla tək başına işləməsi, onun ehtiyac və bacarıqlarına uyğun hərəkətlər verməsi nəzərdə tutulur. Bu yanaşma uşağın özünü daha rahat hiss etməsinə, öz tempi ilə hərəkət etməsinə, daha tez nəticə əldə etməsinə də imkan verir. Məsələn, nümunə olaraq deyə bilərik ki, bir uşaq balans saxlamaqda çətinlik çəkir və müəllim bu uşağına ayrıca diqqət yetirərək onunla təklikdə ayrıca məşq edir. Bu zaman uşaq utanmadan, özünü təhlükəsiz hiss edir və hərəkətləri daha rahat öyrənir. Fərdi iş həm də utanqac və diqqəti yayınıq olan uşaqlar üçün də mühümdür. Ən əsası fərdi iş uşağın özünə olan inamını da gücləndirir. Çünki uşaq müəllimin diqqətini yalnız öz üzərində hiss edir. Bu da onun motivasiyasını artırır. Təşəkkür edirəm Aygün xanım və dediklərinizə əsasən də fərdi yanaşmanın uşağın fərdi inkişafı üçün nə qədər önəmli olduğunu gördük. Bəs uşaqlar arasında əməkdaşlıq və qarşılıqlı dəstək bacarıqlarını formalaşdırmaq üçün cütlərlə iş forması necə tətbiq olunur? Barədə istəyərdim fikirlərinizi öyrənək. Cütlərlə iş forması fiziki mədəniyyət məşğələsində uşaqların həm fiziki, həm də sosial bacarıqlarını inkişaf etdirmək üçün mühüm iş formasıdır. Burada uşaqlar 2 nəfərlik qruplarla fəaliyyət göstərirlər. Cütlərlə iş zamanı uşaqlar həm öz bədənlərinə nəzarət edirlər, həm də qarşı tərəfin, yoldaşının hərəkətinə uyğunlaşmağı öyrənirlər. Bu eyni zamanda onlarda komanda ruhu, empatiya, qarşılıqlı anlayış bacarıqlarını da gücləndirir. Cütlərlə işləyərkən hər iki uşaq bir-birinə güvənməlidir, yəni birgə hərəkət etməlidir. Məsələn, bir uşaq topu atır, digəri hədəfə yönəlir. Digəri onu dəstəkləyir, biri tarazlıq saxlayır. Bu tip tapşırıqlar sadə görünsə də uşaqların həm diqqətini, həm koordinasiyasına, həm də sosial münasibət qurmaq bacarığını inkişaf etdirir. Burada bir məqamı xüsusi vurğulamaq lazımdır ki, cütlərlə iş zamanı cütlüklərin düzgün seçilməsi məşğələnin keyfiyyətinə də birbaşa təsir edir. Məsələn, bir qədər passiv uşaqdır, sakit uşaqdır. Onu daha fəal uşaqla cütləşdirmək lazımdır ki, daha təşəbbüskar uşaqla cütləşdirmək lazımdır ki, passiv uşaq fəallaşsın, hərəkətə daha asan qoşulmağa meyl etsin. Belə seçim həm uşaqlar arasında müəyyən balans yaradır, həm də qarşılıqlı öyrənməni təmin edir. Bu yanaşma təkcə fiziki deyil, həm də psixoloji baxımından uşaqların inkişafına müsbət təsir etmiş olur. Vurğuladığınız bu fikir, yəni cütlər arasındakı uyğunluğun düzgün seçilməsi həqiqətən də vacibdir. Yəni bu məqam məşğələnin gedişatına müsbət təsir göstərir. Aygün xanım, bəs qrup işi zamanı əsas məqsəd nədir və bu iş forması uşaqların inkişafına necə təsir göstərir? İş formalarından kollektiv, fərdi və cütlərlə iş formalarına toxundum, qısa da olsa. İndi qruplarla iş formasına toxunmaq istərdim. Burada uşaqlar bir neçə qrupa bölünürlər. Hər qrup müəyyən hərəkətlər yerinə yetirir. Deyək ki, bir qrup topu hədəfə atır, başqa qrup gimnastika skamyasının üzərində gəzir, digər qrup xalqanın içindən keçir. Bir müddətdən sonra bu qruplar yerlərini dəyişirlər. Hər bir uşaq fərqli hərəkətlər yerinə getirmiş olur bir məşğələnin içində. Tərbiyəçi müəllim də hər qrupa nəzarət edir. Hərəkətlərin düzgün yerinə yetirilib getirilməməsini təmin edir. Lazım olduqda uşaqlara kömək edir. Həmçinin hər qrupa bir lider də təyin olunur. Bu da uşaqlarda məsuliyyət hissini artırır. Bu iş forması uşaqların fiziki inkişafını təmin edir və hərəkətləri müxtəlif şəkildə öyrənmələrinə kömək edir. Eyni zamanda qrup işi uşaqlarda komanda şəklində işləməyi, bir-birinə kömək etməyi də öyrədir. Təşəkkür edirəm Aygün xanım. Bugünkü görüşümüzdə fiziki tərbiyə ilə bağlı
bir çox vacib məqamları müzakirə etdik. Kiçik motor, böyük motor və sensor motor bacarıqlardan, məşğələnin hissələrindən, iş formalarından danışdıq. Amma məlumdur ki, nəzəri bilikləri praktikada tətbiq etmək heç zaman hər dəfə asan olmur. Hər zaman asan olmur. Bu isə tərbiyəçi müəllimdən peşəkarlıq, çeviklik və uşaqları dərindən tanımağı tələb edir. Aygün xanım, bu barədə sizin fikrinizi eşitmək istəyərdim. Bəli, qeyd etdiyiniz kimi nəzəri biliklərin praktikada tətbiqi hər zaman asan olmur. Məşğələləri təşkili zamanı müəyyən çətinliklərlə qarşılaşmaq təbiidir, qaçınılmazdır. Fiziki tərbiyə məşğələlərinin təşkilində tərbiyəçi müəllimdən ciddi hazırlıq, planlı, çevik yanaşma da tələb olunur. Bundan əlavə, tərbiyəçi müəllim məşğələnin gedişində yarana biləcək ehtimal çətinlikləri əvvəlcədən düşünüb alternativ plan hazırlamalıdır. Yəni, peşəkar müəllim məşğələyə sadəcə proqram əsasında yox, həm də ehtimallar uşaqların real durumunu nəzərə alaraq yanaşmalıdır. Təşəkkür edirəm Aygün xanım. Mən də qarşıya çıxa biləcək bəzi çətinlikləri qeyd etmək istəyərdim. Fiziki tərbiyə məşğələlərinin keçirilməsi zamanı ən çox rastlaşdığımız problemlərdən biri uyğun məkan və avadanlığın çatışmazlığıdır. Məsələn, bəzən məşğələnin keçirilməsi üçün nəzərdə tutulan otaq ya çox kiçik olur və yaxud da lazım olan idman avadanlıqları olmur və belə hallarda tərbiyəçi müəllim vəziyyətdən çıxmaq üçün alternativ yollar tapmalıdır. Əgər xüsusi idman avadanlığı yoxdursa, gündəlik əşyalardan yaradıcı şəkildə istifadə edə bilər. Məsələn, plastik butulkalardan konus düzəltmək, skamyaların əvəzinə yerə xətlər çəkməklə balans hərəkətləri etdirmək mümkündür ki, bunu da slaydımızda bunu görürsünüz. Məkan darlığı olduqda isə qrup 2 yerə bölünə və məşğələ növbəli şəkildə aparıla bilər. Və əsas odur ki, müəllim məşğələnin məqsədindən yayınmadan uşaqlar üçün maraqlı və faydalı bir fəaliyyət təşkil etsin. Və həmçinin valideynlərlə əməkdaşlıq məsələsində də zaman-zaman çətinliklər yaşaya bilirik. Belə ki, valideynlər əsasən bilik yönümlü məşğələləri fiziki mədəniyyət məşğələsindən daha üstün hesab edirlər. Çünki düşünürlər ki, fiziki mədəniyyət məşğələsi sadəcə oyundur, əyləncədir, uşaq bununla nəsə əldə etmir. Amma biz onlarla maarifləndirici söhbətlər aparırıq və fiziki tərbiyənin, uşağın motor bacarıqlarını necə inkişaf etdirməsini, uşağın necə özünə inam qazandırdığını, sağlam həyat tərzi formalaşdırdığımızı izah edirik. Həmçinin valideynlər məşğələnin açıq havada keçirilməsindən də narahat olurlar. Belə ki, onlar uşağın yıxılacağından, tərləyib kirlənəcəyindən narahat olurlar. Və əlbəttə ki, bütün bu narahatlıqlar anlaşılandır, başa düşüləndir. Biz uşaqların deməli geyim dəyişikliyi etdiyimizi və onların təhlükəsizliyinə qoruduğumuzu, gigiyenik qaydalara ciddi əməl etdiyimizi, şəxsi təmizliyin qoruduğumuzu da bildiririk. Əsas məqsədimiz valideynlərlə qarşılıqlı əlaqəni təmin etməkdir, onlara vəziyyəti düzgün izah etməkdən ibarətdir və bununla da biz sağlam və müsbət əməkdaşlıq qura bilərik. Təşəkkür edirəm Nurayna müəllimə. Qarşılaşdığınız çətinlikləri açıq və səmimi şəkildə bizimlə bölüşdüyünüz üçün çox minnətdaram. Eyni zamanda bu çətinlikləri necə aradan qaldırdığınızı bir tərbiyəçi müəllim olaraq da vurğuladınız. Bunun üçün də təşəkkür edirəm. Bu həm praktikada, həm də tədris prosesindəki çətinlikləri görmək və üzərində düşünmək üçün bizə faydalı oldu. Təşəkkür eləyirəm Aygün xanım. Artıq vebinarımızın sonuna gəlib çatdıq. Bugün burada sizinlə həmsöhbət olmaq mənim üçün çox xoş oldu. Və sonda isə müəllimlərə demək istəyirəm ki, biz bu peşədə hər gün öyrədirik və eyni zamanda da öyrənirik. Bu proses bizə özümüzü daha yaxından tanımaq və güclü tərəflərimizi kəşf etmək, inkişaf etdirmək imkanı verir. Hər birinizə bu yolda güc, motivasiya və uğurlar arzulayıram. Təşəkkür edirəm. Diqqətiniz və bizi dinlədiyiniz üçün də mən də öz növbəmdə bizi izləyən hər kəsə təşəkkür edirəm. Sağ olun. Sağ olun.